Tədbir hələ sabahda davam edir. Artıq indidən Bəli. təbrik eləyə bilərik. Çox sağ olun. Maraqlı, kifayət qədər faydalı bir tədbir olduğunu deyə bilərik. Çox təcrübəli, əcnəbi qonaqlar var idi, fikirləri maraqlı idi. Sizin baxış bucağınızdan düşüncələriniz maraqlıdır. Nələr gördünüz, nələr deyə bilərsiniz? Xanım bəy, çox sağ olun. Sportinfo bizimləsiz. Artıq 3 həftə əvvəl bizim belə bir görüşümüz vardı, sizdən müzakirə eləmişdik. Hələ o vaxt planlar qururduq, yəni necə olacaq. Əslində bugün ilk günümüz yekunlaşdı və çox istədiyimiz kimi getdi, mən deyərdim. Çox ciddi şəkildə yaxşı rəylər alıram, müsbət mənada. Demək ki, bizim Azərbaycan insanının, futbol cəmiyyəsinin bu kimi görüşlərə ehtiyacı var. Biz yanılmamışıq və davam edirik. Əsasən də biz istədiyimiz mövzuları müzakirə çıxartmışıq və orada gördüyünüz kimi çox fərqli ölkələrdən olan, klublardan olan insanlar öz fikirlərini bildirirlər. Həmçinin Azərbaycanın mütəxəssisləri, yəni futbol klub rəhbərləri, məsələn, AFFA nümayəndələri və s. Yəni biz əslində o istədiyimiz platformanı qurmağa çalışdıq və qurduq deyə düşünürəm. İlk günümüz yaxşı keçdi. Ümid edirəm ki, sabah da elə olacaq. Və mənə maraqlı olan oldu ki, əslində insanlarımız, yəni futbol camiəmiz xarici futbol mütəxəssisləri bir əlaqə qurmağa çalışdılar, cəhd elədilər. Səmimi söhbətlər gördüm. Yəni bu məni sevindirir və komandamı sevindirir və bizi həvəsləndirir ki, biz növbəti illərdə davam edək. Bir də qısaca qonaqlarla bağlı onların düşüncələri, ilkin fikirləri necədir? Əslində yəni görürük ki, impressive deyə bir söz var ingilislərdə. Yəni təsirləndim. Ən çox eşitdiyim söz bu oldu, impressive. Yəni demək ki, auditoriyanı bəyəniblər, ümumiyyətlə ab-havanı yaxşı bəyəniblər və çox qonaqpərvər olduğumuzu, insanlarımızın yəni səmimi olduğunu, söhbət eləmək istədiyini ki, bu da bizə lazım olan bir məqam idi. Müsbət fikirdir və soruşurlar gələn il necə olacaq, gələn bunun üstünə çıxmaq olacaqmı? Bu artıq böyük məsuliyyətdir, baxaq necə olacaq. Doğrudan gələn il necə olacaq? Biz də maraqlı sualdır. Yoxsa bu sualın cavabı barədə düşünməyə zaman olacaq, vaxt olacaq. Artıq düşünürəm ki, əgər bu həvəs ki var, bu level, belə deyək, həyatı tutulub, biz davam etməliyik. Yəni, indi bir dəqiqə bunu səsli düşünərək sizə cavab verirəm. Yəqin ki, edəcək və daha yaxşı versiyada etməliyik. Yəni, bu ondan daha gözəl olmalıdır. Təbii ki, burada dəstək önəmlidir. İştirak dəstəyi önəmlidir. Dövlət qurumlarının dəstəyi önəmlidir. Böyük şirkətlərin dəstəyi önəmlidir. Biz ölkə üçün faydalı bir iş gördüyümüzə inanırıq və bunu alırıq. Yəni insanlar bunu deyir bizə. O zaman düzgün yoldayıq. Səmimi bir platformadır və niyə də yox? Davam etsək daha yaxşı olar. O dəstəyi görə bildiniz ilk gündən artıq o? Bəli. Görürəm o dəstəyi. Yəni çox həvəsləndirir bizi. Yəni bu iş uzun bir işdir. Biz step by step ingiliscə desək davam edirik, irəliləməyə çalışırıq. Bunu hiss etmək əslində bizə motivasiya verir, həvəs verir və siz də məsələn kanal olaraq buradasınız, işıqlandırırsınız. Bu özü belə bizim üçün bir dəstək. Belə bir təcrübəni evimizə, qapımıza gətirdiyiniz üçün biz də Qolaq Sport ailəsinə təşəkkür edirik və uğurlar arzulayırıq fəaliyyətinizə. Çox sağ olun. Sizin də dəstəyiniz danılmazdır. Minnətdaram. Məhz Azərbaycanda bu kimi tədbirlər istənilən sahədə artarsa, səmimi platformalar yaranarsa, təcrübəli speaker dediyimiz şəxslər gələrsə, təcrübələr bölünmüşlərsə, biliklər paylaşılarsa, məncə uğur əldə etmək olar. Yəni, təbii ki, bu konferans, keçən dəfə demişdim, hər hansı bir futbol strategiyasının inkişafını təkan verəcək deyə bir iddiamız yoxdur. Sadəcə həmin hissədə kiçik bir hissəcikdir, belə deyərdim. Uğurlar. Çox sağ olun. Çox minnətdarım. Sağ olun. Xoş oldu. Allah razı olsun.